vasitəsilə bütün bu şübhələri aradan götürmək üçün hər mövzunu müxtəlif yönlərdən izah edir. Müşriklərin ibadət etdikləri tanrıların batil və aciz olduğunu sübut edirdi. Bəlkə də bu, onların qəzəbinin artmasının və müsəlmanlara qarşı sərt mövqe nümayiş etdirmələrine səbəb olurdu. Risalət barəsində şübhə yaratmaq cəhdlərinə gəlincə, onlar Muhammedin sallallahu aleyhi ve sellemin doğruluğunu, əmanətə sadiq qaldığını və son dərəcə xeyirxah olduğunu etiraf etmələri ilə yanaşı hesab edirdilər ki, peyğəmbərlik şərəfinə bəşər övladı yiyələnə bilməz. Onların inanclarına görə insan Allah tərəfindən elçi kimi göndərilə bilməz. Buna görə də Rasulullah sallallahu aleyhi ve sellem peyğəmbərliyini elan edib, onları imana səsləyəndə onlar bunu inkar etdilər. Müşriklər dedilər, bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Əl-Furqan 7-ci ayə. Onlar dedilər ki, Muhammed insan övladıdır. Allah heç bir bəşərə bir şey Quran nazil etməmişdir. Ənam surəsi 91-ci ayə. Allah Teala onların iddiaları rədd edərək bildirdi ki, Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı, Tövratı kim nazil etmişdir? Təbii ki, Allah. Onlar özləri də bilirdilər ki, Musa insan övladı olmuşdur. Həmçinin digər bir ayədə buyurulur ki, bütün qövmlər onları dəvət etmiş, peyğəmbərləri inkar etmişdilər. Peyğəmbərləri də onlara belə cavab vermişdir. Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı? Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər ömrünüzün sonuna kimi möhlət vermək, sizə əzabla deyil, öz əzəlinizlə öldürmək üçün imana dəvət edir. Onlar demişdilər, siz də bizim kimi adi bir insansınız. Peyğəmbərləri onlara cavab verərək demişdir. Bəli, biz də sizin kimi adi bir insanıq. Lakin Allah öz bəndələrindən dilədiyinə nemət, peyğəmbərlik bəxş edər. İbrahim surəsi 10-11-ci ayə. Peyğəmbərlik insan övladına xas olan bir vəzifədir ki, Allah onu qulları içərisindən istədiyinə verər. Belə ki, müşriklər İbrahimin, İsmailin və Musanın onlara Allahın salamı olsun, Allah tərəfindən göndərilmiş elçi olduğunu etiraf edirdilər. Lakin şübhə yaratmaq cəhdlərini davam etdirərək deyirdilər ki, Allah öz risalətini bəxş etmək üçün bu yetimdən başqa birini tapmadı mı? Subhanallah. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə deyirlər. Məkkədə, Taifdə böyük şəxsiyyətlər olduğu halda peyğəmbərlik bir yetimə həvalə edilməlidir. Yəni, sual verirlər. Yəni, bunun nə dəxlisi var ki?